Bir dəqiqə daha nə idmançıydın sən yazın? Kimboks, hə. Hə, mən də məşğul olmuşam. Kimboksla məşğuldur. Hə, bəs onu deyirəm də siz döyürsünüz, yoxsa niyə deyirəm ki? Deməli Ceyran xanım professional kimboks döyüşçüsüdür. Sağ çiyin oynağında adəti çıxıq var. İlk dəfə travma nəticəsində çiyini çıxıb və ondan sonra təkrarlayan çıxıq olub və buna biz hər dəfə adət çıxıq deyirik. Biz indi inşallah Ceyran xanım da təqribən kiçik bir kəsiklə laterjet əməliyyatını icra eləyəcəyik və ondan sonra 3 həftə bandajda qalacaq qolu. Təqribən 3 aydan sonra, daha doğrusu desək 6 aydan sonra ən yaxşısı professional məşqə qayıtmaqdır. Amma 3 aydan da sonra yüngül məşqlərini eləyəcək. Deməli, təkrarlayan çiyin çıxıqlarının yeganə müalicəsi əməliyyatdır. Səbəb çiyin oynağının ön divarının zəif olması və orada oynaq yüzəyinin kiçik olması hesabına çıxıq zamanı orada labrum zədələndiyinə görə onların yeganə həll yolu əməliyyatdır, yəni müalicə ilə düzəlmir. Gənclərdə də birbaşa əməliyyat göstərişdir və əməliyyatın bir neçə növü var. Onu da MRT çəkdirib oradakı vəziyyəti dəyərləndirdikdən sonra bilirik ki, hansı əməliyyat icra etmək lazımdır.